Salam, hər vaxtınız xeyir olsun. Mən bir illik müqavilə ilə Aşağı Çəmələkənd ərazi Beyləqan rayonunun Aşağı Çəmələkənd ərazi nümayəndəsi olaraq əmr alıb işləyirdim. Oktyabrın 28-dən əmrim verildi və mən işlədiyimi özüm demirəm. İnsan özünü öyməz. İşlədiyim müddətdə öz kəndim, qonşu kəndlər, hətta rayonda 16 bələdiyyə, 31 nümayəndə var idi. Onlar hamısı mənə yaxınlaşırdı və cənab başçımızın özü Əziz Əzizov cənabları hər qəbul günü, 3-cü gün deyirdi ki, Məftuna xanımın işlərinə bir baxın, görün necə bir örnək, nətər iş görür, müqavilə ilə işləyir, amma necə canın qoyub, necə əmək qoyur ora. İndi mən bilmək istəyirəm ki, 6 aydan sonra mənə durduğum yerdə qəfləti çağırdılar, məzuniyyətdə olduğum halda. Baxın, bu mənim məzuniyyət kağızım, əlimdə 13-ü günü ərizə yazmışam, amma bu mənim məzuniyyət kağızım əlimdə ola mənə təzyiq göstərib. 25-ci günü Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, yanında köməkçisi Eldəniz Əliyev və İlqar Quliyev, bizim sektorun müdürü və mənə bildiriblər ki, sən ərizə yazıb çıxmalısan. Mən düzdür, biraz insanam, tədirgən oldum, pis oldum. Ayrı bir şey yox idi ortada. Sadəcə dedilər ki, səndən administrasiyaya məktublar gedib, yazılar gedib. Mən də insanam, qadınam və o böyük insandır. Mən başladım, bunu nə dedirsə, hə dedim, biraz da duruxdum, kövrəldim. Və gəldim otağa, otaqda məktubu yazarkən yazmaq istəmədim. 25-ci ayda mən məktubu yazmışam, cənab prezidentim, vitse-prezidentim. Çox xahiş edirəm ki, ədalətli addım atasınız ki, Beyləqan rayonunda hansı işlər gedir, bundan sizin xəbəriniz olsun. Yerdə vətəndaşa Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinə, yəni hansı təzyiqlər olur, hansı saxtalıq sənədlər olur, istəyirəm ki, özünüz də buradan, mən nə qorxmuram, nə çəkinmirəm, həyatımın yarı yaşını yaşamışam, evladlarım böyüyü, artıq nəvələrim də var. Və gördüyüm işlərə də qürrələnib, bugün buradan sizə səslənirəm. Çünki mənim dövlətimin prezidenti var, Ali Baş Komandanım var, vitse-prezidentim var. Lazımi strukturlarla, lazımi əmrlərlə, lazımi olan yerdə araşdırmaların apardığını mən buna əminəm. 26-sı günü cənab Mehriban xanım, prezidentim mənə saxta, bax 26-sı günü məni buradan işdən çıxardıblar, azad ediblər ki, iş tutduğu vəzifədən azad olduğu üçün peçat və möhür sənədlər alınsın. Amma burada isə mənim əlimdə əmrim var ki, ayın 1-dən, 6-cı ayın 1-dən 7-ci ayın 9-una qədər 2 gün qurtuluş günü ilə 26 silahlı qüvvələr gününə görə 2 gündə əlavə 37 gün burada mənim əlimdə əmr ola, burada saxta sənəddən məni burada çıxardıblar. Bu belə. Mən bütün bunları bildim və mənim başçım da cənab Əzizov cənabları, o da məzuniyyətli idi, mən də məzuniyyət gözlədim, məzuniyyətdən qayıtdı. 25-ci 6-cı ayda getdim, onunla görüşdüm və bildirdim ki, mənim əlimdə bu sənədlər var. Siz məni nəyə əsasən çıxartmısınız? O mənə dedi ki, səni çıxartmamışıq, sistemdə sən çıxa bilmirsən. Dedim, niyə? Bəs mən nəyə görə mənə əmr vermişsiniz? Nəyin əsasında mənə əmr vermişsiniz? O mənə bildir ki, 9 gündən sonra səni çıxardacağım. Mən sakit durdum, gəldim və onların əməkdaşlarına, aparatın bir neçə insanlarına, hamısının faktlarını da var əlimdə demişəm, dəfələrlə zəhd eləmişəm, xahiş eləmişəm, lazımı üzrü də istəmişəm, yəni sosial şəbəkələrdə çıxışlar etdiyimə görə onlardan üzr istəmişəm, yoxsa mənim üzrü ayrı bir işim yoxdur. Və bunlar mənə məhəl qoymadı, mən də fikirləşdim ki, 9 günü mənim əlimdə qərar var, mən işə gedim. Mən 9 günü işə getdim, işə getdiyimə baxmayaraq, qapı bağlı, baş məsləhətçi də haçarı götürüb getdilər, həmən günə bir tədbir saldılar və mən bunlara bildirdim ki, mən işə gəlmişəm. 9 gün əlimdə əmr var. Məzuniyyət kağızım əlimdədir. Mən ona əsasən gəlmişəm. Həmən günü mənə zəng gəldi ki, kadrlar şöbəsindən gəl, əmrini götür, sən azad olmuşsan. Mən maşın tutdum, buradan getdim, əmrimi aldım. Əmrimi alarkən, oxuyarkən tanış oldum ki, mən 25-ci ayda yazdığım ərizə mənə əmrdə burada göstərib ki, əsasən burada bildirir ki, 22-si 6-cı aydakı ərizəsinə görə, burada 22-si 6-cı ay 5-37-1 B 78-2026 nömrəli ərizəsinə görə. Cənab prezidentim, mən 25-ci ayda təzyiq olaraq bir dənə
ərizə yazmışam. Ərizəmə də yenə də baxmışam, tarix qoymuşam. Mən ali təhsilli bir insanam. Və burada da akt tərtib eləyib yenə mənim trudavoyumun da içinə elə yazılıb ki, bu 22-si 6-cı ayda mənim əlimdə kağız var. Mən evimdə oturmuşam, məzuniyyətdəyim, heç bir ərizə yazmamışam. Çox xahiş edirəm, bu saxta sənədlər, mənə qarşı olan haqsızlıqlar 7 ay ərzində mən Beyləqan rayonunun Çəmənli kəndində hansı işləri görmüşəm, hansı quruculuq, hansı yaradıcılıq, hansı əməkləri vermişəm, dövlət təhlükəsizlik orqanlardan da xahiş edirəm. Bugündən mənim ailəmin, evladımın, qaynatamın, yəni qızımın, oğlumun, özümün, xalqımdan üzr istəyirəm. Bunların adını çəkdiyimə görə mənim təhlükəsizliyim qorunsun və mənim işlərim araşdırılsın, baxılsın, kənddə gördüyüm bütün işlər haqqında video sujetlər var əlimdə. Tarixi ilə, saatı ilə, həftənin günü ilə, 6-sı bazarı da işləmişəm. Gecə də işləmişəm. Gün tək bir məqsədim vardı. Mən vətənimə, dövlətimə, bayrağıma sadiq bir insanam. Və məni yenə deyirəm, vəzifədən çıxmaq nə isə dəyişdirə bilməz. Mən yenə də elə bir insanam. Çox xahiş edirəm, mənim işlərim araşdırılsın. Kuratorumuz Qiyas müəllim, sizdən çox xahiş edirəm dönə-dönə. Beyləqan rayonunun Aşağı Çəmənli kəndində Bəbişova Məftunə xanımın və icra aparatında olan kadrlar şöbəsinin bu bir belə saxta dövlət sənədləri mənim əlimə verdikləri hamısı araşdırılsın. Təzədən mənim işimə baxılsın. Mənim haqqımı, hüququmu, dövlətimə, vətənimə olan qoyduğum əməyin, canın, qarşılığın deyəndə demirəm gətirsinlər mənə hansısa bir medal atsınlar. Amma mən haqqımı istəyirəm. Mən də bir tikə çörəyə evlad böyüdürəm. Evladlarım üçün yaşayıram. Hamı bir tikə çörək üçün. Axı mən əmək qoyum. Mən bu əllərim qabar idi. Zəhmətimlə, züllətimlə gecə gündüz kişi kimi özüm çalışmışdım. Buydu mənim əziyyətim qarşılığı. Bu olmalıydı cənab prezidentim. Vitse-prezidentim, çox xahiş edirəm. Dönə-dönə xahiş edirəm. Mənim işlərim araşdırılsın. Təzədəndən Beyləqan rayonu icra hakimiyyətində bütün strukturda, bütün aparatın işçilərində mənə qarşı olan haqsızlıqların hamısı aradan götürülsün.